görün kimin maması oğlun çox istəyir ona gedin. Bax tutmaz sonra basır hazırlayır qaynana. Sən də qaynana köməklə markovu sən yığ. Petuşkanı da mən yığım. Tez əlatırım. Gəlin qaynana hazırlayırım. 5-6 dənə bir baş çıxar. Hardan çıxardım? Yanında da görmüsən. Hardan çıxardın ki, yer doludur. Nəsə çıxırdım falan. Bax, indi əşəklər ki, gəlin əldən peşinə gəlmir. Bax, görür. Gəlin əldən, mən deyərəm gəlin. Oradan çıxmır yəni. Hə, durub da gəlib bura, su bura. Təbii, hamısı qaynananın həyətindəndir. Bütün qaynanalara arzulayıram, can sağlığınız yerində olsun, mənim kimi işləyin, yorulmayın. Gəlin qaynana kontenti vəbşi insanlara maraqlı gəlir, fikir vermişəm. Çoxlu komment gəldi mənə ki, qaynananızla çox video paylaşın, çox maraqlıdır. Sənin vəbşi sevən bir kütlən var. Məni sevən kütlüyə çox sağ olun deyirəm. Hamı mənim kimi qaynana olsun. Gəlini elə bilsinlər ki, qızıdır, qızı kimi. Qapımdan girib oğlumun sevgilisidirsə o mənim qızım. Qızlara mənim tövsiyəm odur ki, ailə quranda baxın, görün kimin maması oğlun çox istəyir ona gedin. Yaxşı? Bütün mamalar olur. Yox, çox istəsələr gəlini incitməzlər ki, oğlum bekaf olar. Mənim oğlum bekaf olsa qırılaram, mən pis olaram. Mutsuz oluram o zaman. Görürsən, gəlin, qaynana qocalanda əldən düşəndə, bax, belə hazırlayarsan, yəri, bax, belə eləyirsən, götürsən, gördün? Bax, belə də axında dolduracaq için, görün. İndi ala elə görün, gəl. Vur, içinə salsan çıxmıyor. Ay, sağ ol, elə. Dədən evində bir işlər görürdün, düz deyilən, ha. Yəni... İş görün gəlinləri qaynana çox istəyir. Gəlinlər siz də iş görün. Qorxmayın işdən. Gəlinimin əllərinə sağlıq. Hazırladı. Qaynanası da yığdı balonlara. Ağzımıza sağlıq. Siz də hazırlayın, yeyin. Çox dadlı, ləzzətli olur. Bizi izləməyi, takip etməyi unutmayın. Vəssalam. Ağzınıza sağlıq, əlinizə sağlıq.